16 yanvar 2026-cı ildir və həftənin cümə günü dəyərli izləyicilər, bu şəxslər metroda əlavə pul ödəyəcəklər. Bu da bir yeni açıqlamadır. Belə ki, Bakı metropolitenində müəyyən ölçüdə böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulub və Mətbuat Az xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır və qaydalara əsasən ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun əşyalar metroda daşına bilər. Lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik olan əşyaların isə metroya gətirilməsinə icazə verilmir. Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur. Amma bu əlavə ödənişin məbləği ilə bağlı isə hələlik hər hansı bir açıqlama verilməyib. Amma bundan sonra metroya girərkən bu təbii ki, sərnişinlərə də bildiriləcək. Bir sözlə, böyük əl yükləri ilə səyahət edirsinizsə və bu əşyalarla da metroya minirsinizsə, əlavə pul ödəmək zorunda qalacaqsınız, dəyərli izləyicilər.